Salam, ən güclü motivasiya cinsi istəkdir deyə bilərik. Cinsi istək insanın ən təbii və bəsit hisslərindən biridir. Bu ehtiyac bədənimizin və psixologiyamızın təbii bir hissəsidir və həyatımızda əhəmiyyətli bir yer tutur. Cinsi istək yalnız fiziki bir ehtiyac olmaqla qalmaz, həm də dərin psixoloji təsirlərə malikdir. İnsan cinsi istəyi motivasiya mənbəyi kimi istifadə edərək həyatını daha çox hərəkətə keçirə bilər. Lakin bu motivasiyanı düzgün və faydalı şəkildə yönləndirmək çox vacibdir. Bəzi insanlar üçün cinsi istək həyatın digər sahələrindəki məqsədlərini təyin etmək və ya çətinliklərin öhdəsindən gəlmək üçün bir güc qaynağı olur. Ancaq cinsi istəyi istənilən şəkildə idarə etməzsək, bu güc çox asanlıqla nəzarətdən çıxıb zərərli vərdişlərə, məsələn, pornoya və masturbasiyona çevrilə bilər. Bəzi hallarda bu vərdişlər insanın özünü daha yaxşı hiss etməsinə, ancaq qısa müddətdə asılılıq yaradır və nəticədə həyat keyfiyyətini pisləşdirir. Nofap hərəkatı bu cinsi istəyi təbii şəkildə idarə etməyə və onu həyatda daha sağlam, məqsədli və müsbət yollarla istifadə etməyə yönəlib. İnsanlar cinsi istəyi yalnız cinsi fəaliyyət üçün deyil, digər sahələrdə də motivasiya mənbəyi kimi istifadə edə bilərlər. Bu gücün düzgün istiqamətə yönləndirilməsi daha məhsuldar, daha məqsədli bir həyat yaşamağa kömək edə bilər. Nofap prosesi bu istəyin necə balanslı və düzgün şəkildə idarə olunacağına dair bir təlimat təqdim edir. Cinsi istəyi nəzarətdə saxlamaq və onu öz inkişafımız üçün istifadə etmək bizi daha güclü və daha məhsuldar edə bilər.